30 min verib təzə maşın aldı. İndi 2 manata taksi sürür. Bu gülməli deyilmi? Gəlin bir yerdə izləyək, baxaq, görək taksi şirkətləri ilə bağlı maşın sahibi hansı fikirdədir? Ümumiyyətlə taksi sürücüsü gündəlik nə qədər, neçə manat qazanır? Yeni avtomobil alıb şirkətdə işləyir, amma qazancı gözə görsənmir. Bu Yango Bolt yenə qiymətləri salıb aşağı. Heç nə, pis günə qoyub işləmək olmur. Gic zakazlar atır. 4 kilometrdən, 5 kilometrdən zakaz atır. Allah bunların bəlasını versin. Yango Bolt, Allah bəlanızı versin. 4 kilometrdən, 5 kilometrdən 2 maddə 30 qəpiyə, 2 maddə 50 qəpiyə siz niyə sürücünü istismar edirsiniz? Niyə bir dövlət qurumu çıxıb bunlara bir irad bildirmir? Bunları silmir Azərbaycandan, rədd eləmir Azərbaycandan. Əsəbləşmişəm, dəhşət, əsəbimdən partlayıram day. Belə şey olmaz, koefisiyent yoxdur, qiymət yoxdur. Ancaq sürücünü hambal kimi işlədirlər. 30%, 25%də sürücüdən komissiya tuturlar. Əvvəl 5% idi, 10% idi. İşləmək olurdu. İndi 30% bunlar komissiya tuturlar. Yəni bu nə deməkdir? Niyə bir dövlət qurumu çıxıb bunlara bir söz demir? Niyə bunlara bir tədbir görülmür bu şirkətlərə?